Son vaxtlar bir qutu əvəzinə 2 qutu siqaret çəkməyə başlamısınız günə. Əvvəl arada bir spirtli siqaret edirdiniz, indi mütəmadi demək olar hər gün istifadə edirsiniz. Əvvəl həftədə bir McDonald's-a gedirdiniz, indi hər gün isə şəkərə və ziyanlı fast fooda ehtiyacınız vardır və bunu idarə edə bilmirsiniz. Bunlar hamısı ziyanlı vərdişlər olmasından savayı həm də depressiyanın gizli əlaməti də ola bilər. İnsanlar bir tərəfdən həm özlərini müalicə etmək üçün dırnaqarası, həm asan dopamin və ya enerji əldə etmək üçün, bir tərəfdən isə özünə qulluğun, özünü qorumanın zəiflədiyi üçün bu depressiyaya xasdır. Məhz bu ziyanlı vərdişləri idarə etməkdə əziyyət çəkməyə başlayırlar. Bir qrup insanda isə məhz depressiya zamanı bu vərdişlər formalaşır. Əgər özünüzdə bunu müşahidə edirsinizsə və yaxınlarınızda ki, son dönəmlər, son 3, 4, 6 aydır hər hansı bir ziyanlı vərdiş kəskin artıb və bu idarə olunmaz səviyyədədir, məhz psixopozunucu depressiya haqqında düşünmək çox məntiqidir və həkimə müraciət edib məsləhət etmək çox faydalı olur adətən.